Əziz sahibkarlar, hörmətli fermerlər, hər vaxtınız xeyir olsun. Mən Logistik Kübrə bazasının rəhbəri Xəzri İsgəndərov. Sizə məlumat üçün bildirmək istəyirəm ki, bugün bizim stokumuza Rusiya istehsalı olan kübrələr gəlməkdə davam edir. Hal-hazırda Respublikamızın bir çox rayonlarında saxta kübrə satışları edən şəxslər fermerləri aldatmaqda davam edirlər. Heç bir anlayışı, heç bir məlumatı olmayan insanlar kübrə satırlar, dərman satırlar, saxta məhsulları onlar arayıb, araşdırıb bilmədiklərinə görə fermerləri mütəmadi aldatmaqda davam edirlər. Bunun üçün də çox diqqətli olmağınız tövsiyə olunur. Bizim şirkətə hər bir fermer, hər bir Azərbaycan vətəndaşı yaxınlaşaraq ən təmiz, birbaşa istehsalçıdan gəlmiş kübrələri, dərmanları, inseksidləri əldə etmiş olacaqlar. Fermer kartı keçərlidir. İstər fermer kartı olsun, istər digər bank kartları olsun, bizim şirkətdə istifadə edə bilərlər. Hal-hazırda Rusiya istehsalı olan Amafosdur, Nitramafosdur, Amafos MPK-lardır, sulfamafoslardır, superfosfatlardır və eləcə də ammonium nitrat, silitra, yevraxim gəlməkdə davam edir. Sifarişlərinizi verməyə tələsin, məhsuldarı artırmaq üçün kübrələri sahələrinizə tətbiq edin və yaxşı nəticə, yaxşı məhsul əldə etmiş olacaqsınız. Bunun üçün də bizim şirkətin ünvanını mən bir daha xatırladıram. Bakı-Qazax İpək yolunun 135-ci kilometrliyində Hacıqabul rayon ərazisində yerləşirik. Hacıqabul rayon Muğan qəsəbəsi. Bizə yaxınlaşaraq təmiz, keyfiyyətli məhsulları əldə etmiş olacaqsınız. Diqqətinizə görə təşəkkür edirəm.